Herkese salam. Bugün bir xanım tanışımızın xahişi ilə gəlmişik Aden uşaq bağçasına. Dedi ki, mən işdəyəm, vaxtım yoxdur. Mənim qızım üçün gedib bağçaya baxa bilərsən. Mən qızımı bağçaya qoymaq istəyirəm. Yəqin ki, bilirsiniz də, artıq tədris şərtləri dəyişib. Uşaqların hamısı bağçaya getməlidir, məktəbə qədər hazırlığa getməlidir. Biz də gəldik Aden uşaq bağçasına baxmağa. Bayaq çəkdiyim yer resepsiyon idi, giriş hissəsi idi. Uşaqları orada qarşılayırdılar və oradan həyətə belə bir keçid var. Resepsiyon olan kiçik binada psixoloq otağı var, xüsusilə uşaqlar üçün. Onu da qeyd eləmək istəyirəm ki, bağçadakı bütün yeməklər, meyvə tərəvəzinə kimi hamısı orqanikdir. Burada bağçanın həyətidir. Yay fəslində uşaqlar üçün Intex hovuzdan tutmuş, maraqlı oyunlara qədər, oyun ərazisinə qədər hər şey var. Bütün bağça da gözəl dibçəklərlə, güllərlə əhatə olunmuşdu. İçəridə ayaqqabı ilə icazə yox idi. Ümumiyyətlə uşaqların sağlamlığı üçün, içəri virus daxil olmaması üçün hər cür önləmdə alınmışdı. Bunu çox sevdim. Daha sonra içəri girdik. Bu bağçanın əsas binasıdır. Mən də bakilimi geyindim. Qocalmışam, dayı ayaqqabı geyin, soyun alınmır. Bura uşaqların şkaflarıdır. Gəldikdə əşyalarını bura yerləşdirə bilirlər. İndi sizə bir mərtəbələri gəzib göstərəcəm. Bura birinci mərtəbədir. Yeməkxana olan bölmədir. Onu da qeyd edeyim. Bağçanın bütün mərtəbələrində, bütün koridorlarında, otaqlarında hər yerdə kamera var və bütün kameralara da valideynlər nəzarət eləyə bilirlər. Burada akt zalıdır, uşaqların musiqi qoyduğu, əyləndiyi, gözəl vaxt keçirdiyi otaqdır. Çox böyük də aynası, kolonkaları, oturacaqları çox gözəl təmin olunmuşdu. Bu da akt zalının kamerasıdır. Bu da indi göstərəcəyim də yeməkxananın kamerasıdır. Belə gözəl dibçəklərlə qalxırıq ikinci mərtəbəyə. Bu arada uşağınızın, övladınız varmı? Varsa neçə yaşı var? İkinci mərtəbədə pediatr otağımız var. Uşaqları yoxlanması üçün təbii ki, sağlamlıq önəmlidir. Daha sonra uşaqlar üçün rəsm və şahmat otağı təşkil ediblər. Görün necə gözəl, necə maraqlı düzəldiblər. Burada uşaqlar həm rəsm edirlər, həm şahmat oynayırlar. Maraqlı lövhələrdə oyunlar var idi. Bu da şahmat dərsləridir. Ayrıca burada da belə qoyublar lövhədə uşaqların oynamaqları üçün. Daha sonra burada dərslərin keçildiyi yerdir. Necə deyim sizə, məktəbə qədər hazırlıq deyək də. Uşaqların boyunu ölçüm, mənim bebişlərim bağça vaxtından keçiblər. Üçü də məktəbə gedirlər. Ən balacam, ən cüqqülüm bu il 3-cü sinifə keçdi. Məryəm bu il 5-ci sinifə keçdi. Bu da koridordur. Hətta uşaqlara soyuq olmasın deyə böyük bir kondisioner qoyublar koridora ki, birbaşa uşaqların üstünə vurmasın otaqlarda. Amma maşallah sərin idi. Bura uşaqların yatdığı yerdir. Bura sakit girmişik pıçıldaya. Əslində oğlanlarla qızların yataq otaqları ayrıdır. Oğlanlar üst mərtəbədə, qızlar aşağı mərtəbədə. Sadəcə bugün bir maraqlı aktiviteləri var idi nağılla bağlı. Ona görə hamısını bir yerdə yatızdırmışdılar. Həm də bugün belə deyim, yay fəsli ilə əlaqədar bir çox valideyn uşaqlarla bir yerdə tətildə olur. Məlum olaraq bağçada uşaq sayı o qədər də çox deyil, amma sentyabrda burada yer olmayacaq böyük ehtimal. Qalxdıq 3-cü mərtəbəyə. Burada da çox maraqlı tədris otaqları var. Lap körpə uşaqlar üçün tədris otaqlarında, oyun otaqlarında da çarpayılar qoyublar. Otaqlarda sanitar qovşaq da var idi. Az yaşlı uşaqların rahatçılığı üçün, belə deyim, çox bəyəndim də, yəni özüm uşaq olmaq istədim. Bunu əslində sizə girişdə göstərməliydim. Bu bağça ilə bağlı məlumat kitabçasıdır. Burada bütün xidmətlər videonu dayandırıb baxa bilərsiniz. Bütün yeməklər, uşaqlara nə yeməklər verilir, nə soklar verilir, nə içkilər, nə şirniyyatlar, salatlar, şorbalar, daha sonra oyun aktiviteləri və s. hər şey ətraflı olaraq hər bir detalı ilə qeyd olunub. Bunu da sizə göstərmək istədim. Ümumiyyətcə, bir dənə də sizə sualım var. Bağça seçəndə ən çox nəyə diqqət edirsiniz? Burada da rəfiqəmlə danışdıq, görüntülü olaraq, həm də səsli sənədləri təqdim elədim və qızı yazdırdıq bağçaya. Hələlik!